Salam. Xoş gördük hər birinizi. Bu mənim artıq YouTube üzərindən ikinci videomdur. Sizlərlə paylaşmaq üçün çəkirəm, yerləşdirəcəm kanala. Belə deyim ki, ilk videoda sizin mənə vermiş olduğunuz təəssüratlar çox yaxşıdır. Dəstək olanlar, yorum yazanlar, kanala abunə olanlar, hər birinizə çox təşəkkür edirəm. Sizlərə layiq olmaya çalışacağım. Sağ olun, var olun. Çox təşəkkür ederim. Keçən videomuzu izləyənlər bilir, izləməyənlər isə kanalı keçid edib baxa bilər. Biz Temu bağlamalarımızı açdıq, keyfiyyətlərinə, ölçülərinə uyğun gəlib gəlməməyinə baxdıq. Kimisə görə maraqlı oldu, kimisə rəy bildirdi, maraqlananlar oldu, soruşdular geyimlə bağlı. Yəni bunların hər birinə məmnuniyyət hissi ilə cavabları təqdim elədim. Nə xoşdur ki, baxırsınız, izləyirsinizsə maraq doğurur və bunu məndən soruşursunuz. Bugünkü gündə isə Trendyol bağlamalarımı açacağıq. Trendyol bağlamalarımı nəzərdən keçirək. Görək necə gəliblər. Nəzərinizdə olsun ki, mən artıq geyim məhsulları tez gəlir. Onlara çoxdan gəlmişdi. Sadəcə mənim 2 dənə maye məhsulum. Maye məhsulları xarici ambarda reis gec təyin olunduğu üçün ancaq gəlib çıxa biliblər. Ona görə bugünə saxladım videonu. Bugünkü gündə çəkəcəyik və sizin fikirlərinizi də yenə də rəy bölməsində gözləyirəm. İstədiyiniz məhsul olsa soruşub maraqlana bilərsiniz. Mən sizə cavab təqdim edəcəm. O baxımdan narahat olmayın. İlk öncədən də bunu bildirim ki, kanala indidən elə abunə olub like etsəniz sevinərəm. Başlayırıq. Budur. Bizim Trendyol bağlamalarımız. İndi isə mən bunları bir-bir çıxardıram, masaya yerləşdirirəm və bir-bir açırıq. Və budur. Başlayırıq. Deməli, ilk öncə nədən başlayaq? İlk öncə istəyirsinizsə bununla başlayaq. İlk önce bana başlayalım. Burada 3 tane bluz kotdan, 3 tane kotda sipariş vermişəm. Bunların şəkillərini yerləşdirəcəm. Bura keçən videoda olduğu kimi. Deməli, belə bir bordo rəngi, belə qara rəngi və ağ rəngi. 3 rəng. Bunların hər birinə nə qədər ödəniş etmişəm. Hər birini də qeydə alacağım burada. Çünki keçən dəfə rəylərdə yazmışdınız qiymətlərlə bağlı da məlumat təqdim olunsun deyə. Ona görə qeydə alacağım. İndi açın bu. Sizə baxaq. Bəli, ilk öncə bu ağ rəngini açın. Yəni sıx maye məhsullarım gəlmədiyi üçün bunlar heç birini açıb baxmamışam. Baxın, qatı necə var, elə də durur. Bu sahtekar. Ya siz hala buna inanıyor musun? Bulmamışam ki, sizə maraqlı bir video çəkeyim. İlk öncədən görürsəm, maraqsız olaraq. Ha? Deməli, məhsulumuz biraz belə deyim də, rəng göstərəcək bir naziklikdəydi. İç geyiminə gərək düzgün seçək ki, yaxşı nəticə olsun. Yaxşı görüntü yaransın. Qəşəngdir. Bunun bütün rəngini açmaq istəmirəm. Hamısı eyni modeldir. Yəni nəzərinizdə olsun. Barmağa keçirilməsi yoxdur. Düz sadə yumru yaxa bir bluzdur. Deməli, bunun 3 rəngi. Bu düzdür. Videomuz biraz qısa olacaq. Elə gəlir. Əsas odur ki, maraqlı olsun. Təkrar izləyək. Sonra bunu açaq. Bu nədir? Deməli. Bu cins şalvarda. Qara cins. Bunu bu şəkildə. Belə. Bunu tək vurmuşam, ayrı səhifədən vurmuşam. Bunu da şəklini yerləşdirəcəm bura. Qiymətində qeydə alaram. İstəsən satıcını da elə qeyd edərəm. Açıqlama bölməsində linklərində yerləşdirərəm. İstəyən olsa seçib oradan baxıb ala bilər. Bu şəkildə cins. Yəni ayaqları belə düzdür. Düz modeldir. İndi daha çox həvəsliyəm bu şəkildə giyməyə. Daha öncədən boyfriendləri giyinirdim, mom cinslər. İndi bu şalvarlara yaman maraq salmışam. Ona görə bu tipdə şalvar almışam. Giyinəcəm. Siz də istəsəniz, bəyənsəniz link yerləşdirərəm. Oradan seçib bəyənib alıb giyinə bilərsiniz.
Deməli, sonra gəlin bunu açaq. Bu biraz da kosmetikadan gedək. Bu L'Oreal'dan qapatıcıdır, konsiler. Vurmuşam, indirim vaxtı, qara cümə vaxtında vurmuşdum. Rengi biraz çox belə seçim arasında qalmışdım. Renk seçə bilmirdim çünki orada şəkildə yerləşdirilmişdi qol üzərində renk tonları. Renk seçimi biraz çətin oldu mənim üçün. İnşallah ki, rəngini tutuzdura bilərəm. Çünki bunu təzədən sifariş vermək, təzədən qaytarmaq biraz çətin olacaq. Ona görə inşallah ki, bəyəndiyiniz kimi gəlir. Mən bunu aça bilmirəm. Aça bilmirəm. Açdım. Deməli, bu şəkildə göndərdiklər. Yanında da serumu var. Bu şəkildə serum yerləşdiriblər içərisinə. Görürsünüzsə. Tester olaraq göndərirlər. Bir çox dəfə Trendyolda məhsul alanda görmüşəm. Bu. Deməli, 326 nömrəsini göndəriblər. Mən almışam. 126 nömrəli. Biraz açıq rəng görsənir. İnşallah ki, çox ağ deyil. Çünki mən ağ dərli deyiləm. Bronzam. Ona görə buğday gedirəm. Yəni, əslində modelin yerləşdirilmiş olan şəkildə bu rəngi çox normal görsənirdi. Bu deyəsən vanilla rəngi gedirdi. Qoxusu qəşəng. Deməli, bunu yoxlayaq. Biraz da test eləyək. Çox qəşəng, təpdəzə. Teksturası yaxşıdır. Yaxşı dağıdılır. Yəni, belə qatı belə görüntü vermədi. Rəngi də uyğundur məncə. İndi bunu makyaj videosu çəkəcəm sizinlə. Həmin videoda mütləq şəkildə bununla bağlı da makyaj eləyəcəyik və rəylərimi onda tam şəkildə bildirəcəm. İndi bunu kənara yerləşdirək. Keçək digər bağlamamıza. Digər bağlamamız bu yəqin ki pencək olacaq. Mən neçə aydır ki artıq pencək axtarıram. Qara pencək yaxşı bir şey adam. Çünki ya sinə hissəsi çox belə enli qalır, vatkal deyirlər, yaxa deyirlər. Onlar çox enli olur. Mən elə bəyənmirəm. Biraz belə necə deyim, şux belə qəşəng görüntü xoşlayıram. Ya da boyları qısa olur. Mən normalda boyu da biraz uzun istəyirdim ki, qəşəng kəmər belinə taxıb ətəklərini geyinirdim. Maraqlı bir kombin eləmək olar. Ona görə bu pencəyi seçdim, aldım. İnşallah ki, elə gələr. Deməli, pencək bu şəkildə. Düzdür, bunun da bu hissələri enli görünür. Əslində şəkildə elə deyildi. Hətta belə deyim ki, qızın üzərində bu şəkildə görünürdü. Çox incə. Bu amma belə enli gəlir. Mən bunu yəqin ki, ütü ilə ütləsəm hiss ala bilərəm nazik bir şey. Yəqin ki. Amma nazikdir da, yəni belə çox belə qışlıq deyil. Sadəcə paltonun altından geyinə bilərəm. Qəşəngdir boyu. Bəyəndim. Tam belə bəyənmədim çox da. Amma yaxşı, idarə edir. Keçək digər bağlamamıza. Deməli, digər bağlamamız Trendyol Mila'dandır. Trendyol Mila'dan 3 ədəd cins şalvar sifariş etmişəm. Bu 3 ədəd cins şalvarın biri bacım üçün sifariş etmişəm. Təbii ki, hər sifarişimdə olduğu kimi bacım üçün də nəsə almalıyam. Bu artıq mənim vəzifə borcumdur. İlk önce bu cins göstereyim. Bu özüm üçün güzel cinsdir. Əslində videoda rəngi açıq görsənir. Açıq rəng deyil. Biraz belə köhnə model, köhnəlmiş renk tonları effektindədir. Bu da çox qəşəngdir. Bunun ayaqları yenə düz modeldir. Bəli, ətəyi bu şəkildədir.
Özüm bu şəkildə sifariş eləmişəm. Çünki bu şəkildə daha indi qəşəng görsənir, fikir verəm botlarla geyinəndə də. Qəşəngdir məncə. Pulumuza dəyər, əsas odur. Bunları mən üzərində də geyinib videosunu yerləşdirəcəm bu videoya. İnşallah ki oradan tam effektli şəkildə aydındır. Keçək bir də bağlamaya. Bu bacım üçün sipariş verdiyim cinsdir. Bu şəkildə. Bundan mən özümə almışdım. Hardasa bir 3 il əvvəl. 3 il əvvəl vurmuşdum eyni bu şalvardan. Amma qəşəngdir. Bu mom cins gedir. Bu 38 ölçüdür. Digərlərini mən 36 ölçü vurmuşum. Bunun digərini. Burada bir dənə də qara şalvar vurmuşam belə. Sadəcə bunun modeli mom cins modelindədir. Yəni digər aldığım düz modeldir. Onlar daha çox palazzo keçir, palazzo model deyə. Bu mom cins. Mom cins. Bu şəkildə. Ayaqları da bu şəkildə mom cinsdir. Qara. Baxa bilərsiniz, bəzəyi yoxdur, heç bir şeyi. Rəngi biraz, mən tünd qara gözlüyürdüm, amma solğun gəlib, yəni boz gəlib. Yəni, sırf qara deyil. Sanki qara şalvarı bir 2-3 dəfə yumsuz rəngi açılmış, elə bir vibe verir. Ona görə düzü çox da belə bəyənməmişdim. Biraz gözümdən düşmüşdü. Amma sonra bəyəndim. Keçirək digər bağlamamıza. Bu üz yuma geli sifarişimizdir. Bunu mənə yoldaşım tövsiyə elədi. Mən əslində hər dəfə La Roche istifadə edirəm. La Roche'un üz yuma gelidir, tonikidir, onlardan istifadə edirdim. Amma bu dəfə yenə səbət atmışdım La Roche'u. İş yoldaşım Sinozu tərifləyirdi ki, bəs yağlı karma ciltlərə yaxşıdır. Mənim də dərim həm yağlı, həm quru olur. Yəni karma cilt tipindən keçir. Ona görə də Sinoza şans vermək qərarına gəldim və Sinozu aldım. İnşallah ki bunun faydasını görərəm, nəinki zərərini. Çünki mənim özüm biraz həssasdır. İnşallah ki yaxşı olar. Bunu əslində ucuz almışam. La Roche çox bahadır. 30 neçə manat belə çıxırdı. Bu amma çox deyildi. Yəni qiymətini bölüşərəm sizinlə də. İnşallah ki dəyər. Bunu aldığım. Bunun da yanında nəmləndirici, onarıcı bakım kremi qoyublar. Bu şəkildə serum. Bu şəkildə tester formasında. Bu qədər kargolarımızı açdıq. Hər birimiz sizinlə birlikdə baxdıq. İnşallah ki keçən video kimi bu videoda sizin üçün xoş olar, izləyərsiniz. Kanala abunə olmağı və like etməyi və fikrinizi rəylərdə bölüşməyi unutmayın. Gələn videoda çox maraqlı anlar çəkəcəm, yerləşdirəcəm sizin üçün. İnşallah maraqlı olar. Sizinlə xoş idi. Sağ olun.